İkinci məsələ. Fəzail Ağamalı narkotik satmaqla qardaşım belə məşğul olursa, onu təhvil verməyən millətimizin düşmənidir deyən Əlvan Şükürov yazır. Bəli, Əlvan müəllim ağsaqqaldır. Keçmiş demişdisidir. Elə ağsaqqal kimində ora yazır. Qardaşını belə bu məsələdə güdaza verməyən, güdaza yox ha, təhvil verməyən vətən xainidir. Bu millətin xəyanəti. Və niyə efir vasitəsilə axı əvvəla şəxsən müraciət edib? Bəli, maraqlı da orasındadır ki, niyə efir vasitəsilə dədiyə nə qədər zəng eləyir, vermir, axırda qız bezir. Çünki qızın həyatı da cəhənnəmdir. Qaynatı alkoqolik, həyat yoldaşı incidir, söyür, təhqir eləyir. Yəni, o uşaq 2 körpə uşağındandır, bilmirəm, 3 körpə uşağındandır, onun özü də uşaqdır. O uşaq qalıb nailaz. Atam deyirdi, istəmir bizim həyatımız dağılsın. Amma atan sənin həyatı istəmir, sonunda öz həyatını niyə dağıtdı bə? Gözümsüz olanda həyat dağılmalıdır. Ata bir övladı zorla məcbur eləyə bilməz ki, sən onların dediyini eləcəklə. Gündə səni alçatsınlar, təhqir eləsinlər. Ata götürüb qızın gətirməlidir öz evinə. Deməli, sənin arxanda özüməm, atamam. Hər şeydən yana yox ha. Burada qız deyir ki, onun atası mənə ağza alınmayacaq ifadələr işlədir. Bu artıq qırmızı cizgilərin keçilməsi deməkdir. Yoxsa ər-arvad arasında savaş oldu, söyüş oldu, barışdılar, qurtardı, getdi, amma yox. Burada tamam başqa məsələdir. İkinci, Fəzail Ağamalı idi. Günay Ağamalı, bir də oğlanları, oğlunun adı da qırırdılar bir-birlərini. Elçin Ağamalı. 3 dədə bala qızla ata birləşdi, oğul tək qaldı. Qızla ata oğula qarşı, oğul isə bacı ilə ataya qarşı. Bir qurultay təşkil elədilər. Qurultayda Fəzail Ağamalı istifa verdiyini bəyan elədi. Bunlar hamısı video görüntülərdə var. Mətbuat yayıb bunu. Amma görünən budur ki, oğul Elçin Ağamalı altdan yaxşı işləyib. Partiyanın əsas aparıcı funksionerlərini, yəni qurultaya nümayəndələrin hamısını ələ alıb. Partiya məsələsində mən bir məsələni istəyirəm, hər kəsin diqqətinə çatdıram. Artıq ölkədə bir qrup adam var ki, bunlar siyasi partiyaları özəlləşdirməklə, mənimsəmək istəyirlər. Məsələn, İlyas İsmayılovun partiyasını belə məhv elədilər, dağıldı, getdi. Tahir Kamilin partiyasını belə məhv elədilər. 20 yox, 25-ə yaxın partiyanın ümumiyyətlə qeydiyyatını ləğv elədilər. Və bir çox partiyalara ciddi şəkildə təzyiqlər var. Pənah Hüseynin partiyasını elə getdi, uzaqlaşdırdılar. Yəni, fikrim çatır, ölkədə bir qrup partiya saxlamaq istəyirlər ki, bunlar otur-dur rol oynasınlar. Yəni, qaqa-ququ, əslində bu çox yanlış bir tendensiyadır. O məsələni həyata keçirən adamlar gələcəkdə kimə xidmət eləyəcəklər bilinmir. Sabahlarım elə bir vəziyyət gələ bilər ki, həmin adamın göstərişi ilə Azərbaycanda olan partiyalar hamısı birdən bəyanat verə bilər. Tam ki, 10 dənə ölkədə partiya var, onu da bəyanat verə bilər ki, biz Rusiyanın Azərbaycana gəlməsini dəstəkləyirik. Eyni şey parlamentdəkilər eləmir, bununla da məsələ bitər. Yəni, alternativ fikir deyə biləcək partiyaları ölkədən yığışdırırlar. Hökumət sevsə də, sevməsə də, ölkədə alternativ partiya olması vacibdir. Alternativ insanların, müxalif insanların olması vacibdir. Çünki sabahlarım ölkəyə qarşı ciddi bir təhdid baş verəndə, təhdid gələndə bu adamlar dövlətçi olduqlarına görə məcbur qalır hakimiyyətdə kimin təmsil olunmağından asılı olmayaraq həmin adamın yanında dururlar. Çünki niyə? Ortada dövlət məsələsi var artıq. Yəni, dövləti sevən insanlara toxunmaq düzgün deyil, yanlışdır. Bu adamların partiyalarını aparıb hansısa bir yaltaq, 200'lü insanlarla dəyişmək yanlışdır. Və mən hesab edirəm Vüqar Tofiqoğlu olaraq. Bu, gələcəkdə ölkəmizə qarşı, dövlətimizə qarşı hazırlanacaq bir xəyanətin təməlidir qoyulur. Mən bu cür düşünürəm. Bu bir təməldir, atılır. Gələcəkdə bir xəyanət olacaqdır ölkəmizə qarşı. Həmin xəyanətdə bu partiya sədrləri ki var, təyinatla olunanlar. Bu adamlar orada bəyanat verib təsdiqləyəcəklər hər şeyi. Ona görə də
Xahiş edirəm dövlətin müvafiq qurumlarından, dövləti sevən insanlardan xahiş edirəm mən. Azərbaycan dövləti sevənlərə toxunmayın. Güc sizdə, top sizdə, topxana sizdə, cəbhə sizdə, cəbhəxana sizdə, hər şey sizdə. Dövləti sevən insanlarda bir dil var. Onların dilini kəsməyin. Onların dilini kəsərsinizsə, sabahlarım çox böyük bir bəlliyə düşəndə nailət qalar. Onlara möhtac qalarsınız, amma onlar orada olmazlar. Fəzəli Ağamalının partiyasının üzərində oynanılan oyunlar bununla əlaqədar. Yoxsa deməkdə çətinlik çəkərəm. Daha çox bu ailə münaqişəsinə bənzəyir. Ata qızla birləşib, oğul da bunların əleyhinə çıxır. Amma burada şübhələndiyim bir məqam var ki, Fəzəli Ağamalının qızını parlamentə deputat qoyan adam kimdir? Əsas budur. Onu orada deputat təyin edən kimdir? Əgər o partiyaları dəyişən adamdırsa, adamlardırsa, o qurumlardırsa, deməli, onda Elçin Ağamalı haqlıdır. Yox, əgər o deyilsə, onda Elçin Ağamalının arxasında duran onlardır. Hər halda bu araşdırılası bir məsələdir. Amma çox ciddi bir rəzalət yaşandı. Fəzəli Ağamalı 2 gündür ürək ağrısından yata bilmir. Üstünə təcili tibbi yardım maşınlarının biri gedir, biri gəlir. Hətta açıqlama verir mətbuata ki, baxmayaraq ki, özümü çox pis hiss elədim, az qaldım öləm, heç oğlum məndən maraqlanmadı, heç peşman da olmadı elərinə. Fəzəli Ağamalı əslində demək istəyirdi ki, mən özümü xəstəliyə vurdum ki, bəlkə oğlum peşman olur, amma oğlum peşman olmadı. Yəni, oğlum da israrla bu məsələnin üstünə getdi. Bu çox ciddi bir məsələdir, dostlar, çox ciddi bir məsələdir. Təəssüf ki, Fəzəli Ağamalı kimi bir adamın da partiyasında bu tendensiya yaşandı. Əslində, Fəzəli Ağamalının partiyasının olub-olmamasının Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bunlar hökumət partiyası, yəni YAP-ın torpedalarıdır. Zərbəni YAP-a vurmasınlar deyə bunlar partiya yaradırlar. Torpeda kimi lazım olanda bunları buraxırlar. Yəni, Fəzəli partiyasının olub-olmamasının nə mənası var ki? Bu ölkəyə nə dəxli var onun? Ailə sərvətlərini artırırlar, vəzifələrini artırırlar. Yəni, özləri üçündür bu. Partiyanı yaradılar özləri üçün. Vaxtilə gördükləri xidmətə görə aldıqları mükafatdır. Bu başqa şey deyil. Ona görə də hesab edirəm ki, bu cür adamları aşkarlayıb ümumiyyətlə parlamentə buraxmamaq lazımdır. Və bu xarakterdə olan adamlar Azərbaycan siyasətindən uzaqlaşdırılmalıdır. Şeyfullah İsayev yazır ki, hansı partiya, partiyaların hamısı oyundur. Mən oyun oynamıram. Mən Azərbaycan Demokrat Partiyasına təmsil olunuram və oyun oynamıram. Təbii ki, apardığım mübarizə də mənim öz çapımdadır. Yəni, bu günlərim Azərbaycan Demokrat Partiyasında 100 min adam təmsil olunmur ki, deyək ki, oyun oynanılır. Sadəcə sözün deyən adamlar burada çox az bir qisim ki, təmsil olunur bu partiyada. Hansı oyun oynayıram mən? Kiminlə oynayıram? Və necə oynayıram? Tamamilə yanlışdır bu. Bu, geri çəkilmədir, qardaş. Gücün yoxdur, çəkil geriyə. Partiya nə eləməlidir ki? Kiminlə mübarizə aparmalıdır? Arxasında kim var mübarizə aparsın? Partiya nə deməkdir ümumiyyətlə? Gələcəkdə təmsil olunacaq insanların iqtidarın faktiki olaraq apardığı siyasətin əleyhinə çıxan insanların toplaşdığı bir məkan, bir yer, bir təşkilat. Əgər orada insan yoxdursa, partiya kiminlə ad mübarizə aparacaq hökumətinə? Mübarizəni ad aparacaq, qardaş. ADP Demokrat Partiyasının Rəsul Quliyev də var idi. Bəli, var idi, o vaxtı gəlmədi. Gəldi şeydən, Ukraynadan Rəsul Quliyev qayıtdı dala. Dedi ki, yox, mən gələnmərəm. Ülvi bəy yazır ki, sizə elə gəlmirmi ki, YAP hakimiyyətinin daxilində ölkəmizə qarşı xəyanət edənlər az deyil. Qardaş, Ramiz Mehdiyev məsələsi ortadadır. İttiham olunur adam vətənə xəyanətdə özdə konstitusiyon dövlət quruluşunun dəyişilməsi. Yəni, adam vətənə xəyanətdə ittiham olunur. Tam bunu nə deyim mən? YAP-ın başında duranlardan biridir. Təbii ki, Ramiz Mehdiyevin əlinin altında olanlar hamısı da bunun xəyanətinə dəstəkçilərdir. Deməli var. Kifayət qədərdir. Nəysə, dostlar, hər birinizə təşəkkür edirəm. Allah razı olsun sizlərdən deyirəm. Haqqınızı bizə halal eləyin. Bizim də haqqımız varsa sizin halal xoşunuz olsun. Allah inşallah sizlərə, bizlərə nəsib eləyərsə sizin görüşünüzə gələrəm. Eləcə də sizə. Sağ olun dostlar. Sağlıqla qalın. Allah'a əmanət olun. Sizdən bir xahişim var.
Bax bu işarəni vurun. Bir də paylaşım. Yayımızı paylaşın getsin. Görüşərik inşallah.